Salyan rayon Qarasura kəndində belə bir yer satılır. Yarım tikilidir. 13 metrin 13 metrə tikilən evidir. Bir də üstünü bağlamağa qalıb. Hamısı divaynoy tikililərləndir. Bu həyət yanını bura qədər qoy burasını çəkim. Ümumi hektar yarım yerdir. 1 hektar 30 sot yerdir. Bax belə çəkirəm. İndi tam təfərrüatıyla hamısını göstərəcəm. Bu həmin evin ərazisidir. Bax burada toyuq düzə saxlamağa 2 göz dam var. Bax burada. Bu evin də bu biri tərəfi. Bu yarım tikilinin qarşısında da 3 otaq, bir də balaca əl evi var. Şimdi keçirik bax tərəfə. Bu toyuq düzənin damıdır. 2 göz. Burada meyvə bağlarıdır. Ərikdən tutmuş, düz Göyçə alçıya qədər. Burada çökətmə heyvan saxlamağa bir addelini bir də damdır, bir də addelini bir damdır. Burada bağdır. Burada ərik, gilas, alça, Göyçə alçası, talıb narı, üzüm, yəni hansı meyvədir, fındıq var. Burada heyvan damıdır, tikilib hazır avtomatik su sisteminə qədər. Hamısı içərisində göstərəcəm. Burada 4 dənəlik heyvan bağlamağa yerdir. Bax su kalotlarına qədər 4 dənəlik heyvan bağlamağa yerdir. Su qamışla. Burada da bir dənə digər damdır qoyun salmaq üçündür. Bu burada bağlı heyvanlarına aiddir. Yenə də bunun bu tərəfi, qarşı tərəfi ərazidir, torpaqdır. Bura meyvə bağıdır. Yenə də göyəm, tut, alça, alma, fındıq, nar, karalyok, xurma deyirlər. Belə xartutlu. Bu alçalardandır. Orada da ərik ağaclarıdır. Sonra keçdik boş ərazisinə. Hal-hazırda yoncadır. Boş ərazi yoncadır. Bu da boş ərazisi. Düz o axırda görünən ağaclara qədər. Bu ağaca qədər. Ərazisini yaxınlaşdırdım da yəni. 1 hektar 30 sot yerdir. Evin adı qarışıq. Bura qədər. Hal-hazırda buranı satıram.